Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur. Başı həmişə el içində ucu olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genofondudur desək, səhv etməliyik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan Manav Ağayevdir. Manav müəllim öz işinin peşəkarı bir insandır. O hər zaman dosta, tanışa, maddi vəziyyəti yaxşı olmayan ailələrə, şəhid və qazi ailələrinə hər zaman dəstək olur. Onların problemini, öz problemi bilən Manav müəllim onların həlli yolunda əlindən gələn köməyi əsirgəmir. Ulu öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq, Prezident İlham Əliyevə, dövlətə dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə Manav müəllimi heç vaxt əqidəsindən döndərə bilməz. Manav müəllimə tutduğu bu yolda uğur və müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik. Hər daim var olasınız, əziz Manav müəllim.